Bəzi münasibətlər narkotika bənzəyir. Əvvəldə özünü çox xoşbəxt hiss eləyir, göylərdə uçur, o qədər əhval-ruhiyyəsi yüksəkdir ki, amma təsiri gedəndən sonra eyni həmin sürətlə yerə çırpılır, birdən birini çox-çox sevirlər, birdən də həmin adama nifrət eləyirlər. Ona görə bu partnyorunu çaşdıra bilər. Partnyor hiss eləyir ki, bir insanın həyatının mərkəzinə çevrilib. Ona o qədər gözəl sözlər deyir ki, öz valideynindən, ailəsindən, sevdiklərindən eşitmədiyi, ömür boyu eşitmədiyi xoş sözləri bir neçə gündə, bəzən bir neçə saatda bir insandan eşitməyə başlayır. Sağlam bir münasibət, sağlam bir yeməyə bənzəyir. Dadı, həzz hissi narkotik kimi deyil. Anidən özünüzü göylərdə hiss eləməyəcəksiniz. Amma sizi sağlam saxlayır. Münasibət də belə olmalıdır. Tədricən başlamalıdır. 3-5 günün içində sizə qəribə cümlələr deyirsə, sənsiz ölərəm, sənsiz nəfəs ala bilmərəm, artıq sizə toydan, gələcəkdəki uşaqlarınızdan, nəvələrinizdən danışırsa, burada bir dayanıb düşünmək lazımdır, burada şübhələnmək lazımdır. Bunlar hamısı siqnaldır ki, münasibət qurduğunuz adam emosional cəhətdən biraz problemlidir və daha ehtiyatlı davranmağa ehtiyac var.